Və panel açılışı üçün həm moderator, həm də çıxışçı, məruzəçi Professor Nadir İsmailovu alqışlarınızla buraya dəvət edirəm. Buyurun Nadir müəllim. Hörmətli iştirakçılarımız, yəqin ki biraz yorulmusunuz, ancaq bizim işimiz hələ davam eləyir. Qarşıda maraqlı məruzələr olacaq. Mən moderator olmağımdan istifadə edərək autizm spektri haqqında qısa bir çıxış hazırlamışam. İstəyirəm onu sizə təqdim edəyəm. Sonra söhbətimiz davam olunacaq. Autizm erkən uşaq yaşları dövründə müşahidə olunur. Bəzən bir neçə aylıq uşaqlarda da o təyin olunur, ancaq əksər hallarda 2-3 yaş arasında aşkar edilir. Bu işlə məşğul olan həkimlər yaxşı bilirlər ki, autizmlə belə uşaqlarla necə rəftar eləmək lazımdır. Klinik mənzərəsinə görə ədəbiyyatda autizmi müəyyən formalara, qruplara bölməyə çalışıblar. Bir neçə təsnifat var. Onlardan birini mən sizə təqdim edirəm. Deməli, burada autizmin 4 formasından söhbət gedir. Psixogen autizm, Asperger sindromu, Rett sindromu, bir də atipik autizm. Xəstəliyin kliniki mənzərəsinə nəzər saldıqda aşağıdakıları görə bilərik. İlk növbədə belə uşaqlarda davranış pozuntuları, qarşılıqlı münasibətlərdə gərginlik, maraqların, ünsiyyət formalarının çatışmamazlığı, bu kimi əlamətlər müşahidə olunur. Autistik uşaqlarda körpəlikdən ailə münasibətlərində qeyri-adekvat münasibətlər müşahidə olunur. Onların ünsiyyətə girməsi, valideynləri ilə münasibəti, onlar həmişə elə bil ki, üzünü kənara çevirir, deyilənləri anlaya bilmirlər, daima özlərinə qapanmış vəziyyətdə müşahidə olunur. Belə uşaqlarla işləyən həkimlər çox gözəl bilir və onlara diaqnoz qoymaqda çətinlik çəkmirlər. Belə uşaqların bir çoxunda özlərinə ziyan vermək, ətrafdakı insanlara qarşı zorakılıq etmək, zoraki hərəkətlər müşahidə olunur. Xəstəliyin etiologiyasına gəldikdə, hal-hazırda yalnız və yalnız irsi amilə əhəmiyyət verilir. Digər amillər haqqında da danışanlar var. Bəzi alimlər belə hesab eləyir ki, ana bətnində olarkən mərkəzi sinir sisteminin zədələnməsinə şərait yaradan amillər son nəticədə autizmə gətirib çıxara bilər. Psixogen autizm haqqında nə deyə bilərik? Bu, ilk dəfə 1975-ci ildə alim Nissen tərəfindən valideynləri itirilmiş uşaqlar üzərində apardığı tədqiqat nəticəsində müayinələr, araşdırmalar aparmışdır. Uşaq evində tərbiyə alan uşaqlarda emosional reaksiyaların solğunluğu, özünə qapanma kimi əlamətlər müşahidə etmişdir. Belə uşaqlar mühitə çətin uyğunlaşır, nitq çətinliyi müşahidə olunur. Bunları müşahidə edən həmin alim onları tədqiq etməyə, onlar haqqında məqalələr çap etdirməyə başlayıb. Sonra bizi maraqlandıran ikinci tez-tez rast gələn sindrom Asperger sindromu adlanır. Asperger sindromunun öyrənilməsi bir qədər çətinlik törədir. Alimlər müəyyən eləyirlər ki, 3 yaşa
qədər uşaqlar arasında hər 10.000 nəfər sağlam əhalidə deməli bu müşahidə olunur. Ancaq bu formanın daha parlaq şəkildə nümayiş olunması, əlamətləri daha qabarıq şəkildə görünməsi 7-16 yaş arasında müşahidə olunur. Etiyologiyasına gəldikdə yenə də irsi amilə əhəmiyyət verilir. Ancaq eyni zamanda mərkəzi sinir sisteminin erkən zədələnməsi də burada nəzərdə tutulur. Məktəb yaşlarında belə uşaqların intellekti, nitq qabiliyyəti nəzərə çarpır. Yəni, nitqlərində, intellektual səviyyələrində müəyyən qüsurlar müşahidə olunur. Məntiqi təfəkkürləri bir qədər inkişaf etmiş görünsə də, lakin sonralar məlum olur ki, bu müvəqqəti xarakter daşıyır, yəni daimi əlamət kimi özünü göstərmir. Bunların xarici görkəmində də çox qabarıq əlamətlər müşahidə olunur. Mimikalarında, baxışlarında, ünsiyyət zamanı özlərini idarə etmələrində müəyyən fərqli əlamətlər müşahidə etmək mümkündür. Rett sindromu haqqında nə deyə bilərik? Bu, adətən qız uşaqlarında rast gəlinir, bir sıra spesifik əlamətlərlə təzahür edir. Məsələn, əl hərəkətlərinin koordinasiyasının pozulması, stereotip yazı və tənginəfəslik əlamətləri müşahidə olunur. Kiçik və orta yaşlarda tez-tez epilepsiya tutmaları bu forma üçün xarakterikdir. Yəni, belə formada daha çox epilepsiya bənzər tutmalar müşahidə olunur. Atipik autizm. Bu forma digər formalardan kifayət qədər fərqlənir. Əvvəla bu forma 3 yaşdan sonra aşkar edilir. Yəni, kiçik yaşlarda onu aşkar eləmək çətinlik törədir. Olduqca dərin əqli gerilik bu uşaqlarda müşahidə olunur. Təfəkkürləri məntiqsiz, söz ehtiyatları məhdud, özlərini aparmaları çox diqqəti cəlb edən, özünə qapanma və autizm üçün xarakterik olan ən ağır əlamətlər bu formada özünü göstərir. Bizi maraqlandıran bir cəhət diferensial diaqnostika məsələsidir. Yəni, biz elə ilk yaşlarda belə uşaqları digər xəstələrdən ayırmağı bacarmalıyıq. Bu, o qədər də asan deyil, ancaq təcrübəli həkimlər bunu çətinlik çəkmədən eləyə bilir. İlk növbədə hansı xəstəliklərlə qarışıq salmaq olar? Şizofreniya, şəxsiyyət pozuntuları, əqli gerilik və bu kimi xəstəliklərdən fərqləndirmək üçün həkim müəyyən tədqiqatlar aparmalıdır. Müalicə yardımı formaları. Əlbəttə, autizmin konkret, dolğun, yaxşı nəticə verən müalicələri yoxdur. Burada əsas etibarilə simptomatik müalicələrdən istifadə olunur. Farmakoloji preparatlardan, psixoterapevtik üsullardan və s. istifadə olunur. Müalicə, profilaktika prosesində digər ixtisas sahibləri də bu işə cəlb olunmalıdır. Məsələn, loqopedlər, pediatrlar, pedaqoqlar və s. Farmakoterapiyada qeyd etdiyimiz kimi əsas yeri simptomatik müalicə tutur. Lazım olan dərmanlardan istifadə olunur. Onların bəzi hallarda cüzi də olsa köməkliyini hiss etmək mümkündür. Aqressivlik varsa, aqressivliyə qarşı, yuxu, əhval-ruhiyyə pozuntusu varsa, emosional səviyyəni qaldırmaq üçün və digər preparatlardan istifadə etmək lazımdır.
Qeyd etdiyimiz kimi psixoterapiya da burada çox vacib şərtlərdən biridir. Həkimlər valideynləri elə öyrətməlidir ki, daha çox psixoloji təsir vasitələrindən valideynlər istifadə eləsin. Ona görə ki, valideyn həmişə o uşağın yanındadır. Ancaq xüsusi qruplar təşkil olunur. Məsələn, bizdə psixi sağlamlıq mərkəzində belə kabinetlər var. O uşaqlar ora gəlir, vaxtaşırı orada məşğul olurlar. Psixoterapevtik seanslar aparılır. Bunun da cüzi də olsa nəticəsini müşahidə etmək mümkündür. Korreksiya işləri. Bu işləri yaşa uyğun fərdi qaydada aparmaq məsləhət görülür. Bunun üçün xüsusi proqramlar tərtib olunur, təlimatlar işlənilib hazırlanır və onların köməkliyi ilə biz bu işi təşkil edirik. Pedaqoji iş. Çalışmaq lazımdır ki, cüzi də olsa onların intellektual səviyyəsini qaldıraq. Ona görə də onlarla dərs keçmək lazımdır. Çox yüngül proqramlarla, adi sözlərdən, adi üsullardan istifadə edərək onların intellektini qaldırmağa, cüzi də olsa savada yönəltmək bizim əsas vəzifələrimіздəndir. Sonra loqoped, onlar da məşğul olmalıdır. Loqopedin işi əsas etibarilə nədən ibarətdir? Danışıq tərzini düzəltmək, söz ifadələrinin zənginliyinə fikir vermək, belə uşaqlarla dramatik oyunlar təşkil eləmək, onlara nağıllar danışmaq, şeir söyləməyi öyrətmək, oxumaq qabiliyyətini inkişaf elətdirmək və bu kimi üsullardan istifadə edərək loqopedlər öz işlərini təşkil eləməlidir. Bir də axırda qeyd eləmək istəyirəm ki, burada əsas ağırlıq valideynlər üzərinə düşür. Valideynlər müntəzəm olaraq məşğul olarlarsa, biz təcrübədən bilirik ki, bir çox autistik uşaqlar var ki, sonradan onlar məşhur insanlara çevrilib. Onların arasında məşhur alimlər, rəssamlar, şairlər, heykəltəraşlar və digər şəxslərin olduğu ədəbiyyatda qeyd olunub. Bu, doğrudan da məlum olan faktdır. Ona görə də autizmi olan uşaqlardan əl çəkmək lazım deyil, onlarla müntəzəm məşğul olmaq, nəsə onlara öyrətmək, onları inkişaf elətdirməyə səy göstərmək lazımdır. Diqqətinizə görə çox sağ olun. Təşəkkürlər Nadir müəllim, çox sağ olun.